Lökbatan qəsəbəsində parka yaxın, Heydər Parkına yaxın, icra hakimiyyətinə yaxın da belə bir yerdə, mərkəz hissədə. Evimiz çıxıb satışa 1.8 sotda. Evin sahəsi təqribən nə qədər idi? 100? Yox, evin öz sahəsi. 105 kvadrat evin sahəsidir. Bax, Jalüz qapısına kimi qoyulub təhvil veriləcək. Çöldə ayrıca sanitar qovşağı var. Yəni hal-hazırda sərgəsiz görünə bilər üzürü sahəsi, çünki işlər yekunlaşmayıb. Altında gördüyünüz kimi qarajı, bu hissədə də otaq eləyə bilərsiniz. Yəni elə bir yeri var. Kürsülü evdir, kürsüsünü görürsünüz. Podvalın hündürlüyü 1.80. Tam 1.80-dır. Bax, birinci mərtəbə çox güman ki, istipol olacaq. Bura evin mətbəx hissəsidir. Sonra burada evin zalı yerləşir. İndi bu vəziyyətdə görürsünüz, tam təmirli təhvil veriləndə tam başqa olacaqdır. Ev düzdür, bu vəziyyətdə almaq daha sərf eləyir alıcıya. Çünki müəyyən təmir işləri var ki, onu öz zövqünə uyğun təmir elətdirə bilir. Burada da digər bir yataq otağı yerləşir. Kombi xəttlərinə kimi atılıb və sanitar qovşağı, hamam otağı ayrı-ayrıcadır. Yəni bu hər evdə olmur da. Yerləşmə yerin dedim sizə çox ideal yerdə yerləşir. Hər yerə yaxındır, tam mərkəzdədir. Sənədsə paket kupça olaraq təhvil veriləcək alıcıya. Başda əlaqə nömrəmiz var. Əlaqə saxlayın. Qiyməti qoy deyim sizə. Start qiyməti 128.000 manat. Fikri ciddi şəxslərlə real alıcılarla yerində danışıq olub qəşəng endirim olacaq. Təşəkkür edirəm.